Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? Asan xidmətin Pakistanda tətbiqi ilə bağlı işlər sürətləndirilir. Ruandanın və Zimbabvenin yüksək səviyyəli rəsmiləri Asan xidmətdə. Web Summit 2025 tədbirində ölkəmizə hansı startaplar təmsil etdi? Səyyar Asan xidmət harda fəaliyyət göstərir? Ötən həftə Asan xidmət mərkəzlərinə 242.066 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərinə edilən müraciət sayı 12.512 oldu. Səyyar Asan xidmət vasitəsilə 5.150 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 19.358 oldu. Ötən həftə Asan ödəniş vasitəsilə 76.208 ödəniş həyata keçirildi. Asan xidmətin Pakistanda tətbiqi ilə bağlı işlər sürətləndirilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Şahzad Fatimə Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı paytaxt İslamabad şəhərində Asan xidmət mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb. Pakistanlı nazir Asan xidmət mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıkdan sonra Pakistanın digər bölgələrində də Asan xidmət mərkəzlərinin yaradılacağını bildirib. Honorable Prime Minister Mohammad Shehbaz Sharif's visit. Mən düşünürəm ki, Pakistan və Azərbaycan xalqları arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu sadəcə bizim əməkdaşlığımızın bir nümunəsidir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik. Həmçinin İslamabad şəhərində həyata keçirdiyimiz pilot layihədən sonra bütün Pakistan üzrə Asan xidmət mərkəzlərinin fəaliyyətə başlamasını səbirsizliklə gözləyirik. Ruandanın İKT və İnnovasiya üzrə Dövlət Naziri, həmçinin Zimbabve Dövlət Katibinin rəhbərlik etdiyi nümayəndə heyətləri Asan xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılan Asan xidmət mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Ruandada Asan xidmət təcrübəsinin tətbiqi ilə bağlı Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya qiymətləndirmə səfərinin təşkilinə dair razılığa gəlinib. Zimbabve tərəfi Asan xidmət konsepsiyasının tətbiqi istiqamətində anlaşma memorandumunun qısa zamanda imzalanmasına dair təşəbbüslə çıxış edib. Bununla yanaşı, nümayəndə heyəti Asan xidmət indeksinin öyrənilməsində maraqlı olduğunu bildirib. Qonaqlar İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar Asan xidmətin, Abad Publik Hüquqi Şəxsin və Bilim Bakı Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Portuqaliyanın Lissabon şəhərində Web Summit 2025 tədbiri baş tutub. Asan xidmətin İnnoland mərkəzinin rezidentləri olan Tada və Enverson startapları innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Asan xidmətin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov tədbir iştirakçılarına mərkəzin fəaliyyəti, innovasiya ekosisteminə verdiyi töhfələr və İnnoland rezidentlərinin təqdim etdiyi layihələr barədə geniş məlumat verib. O, xüsusilə startapların qlobal bazarlara çıxışı, innovativ texnologiyaların inkişaf etdirilməsi və investisiya cəlb etməsi istiqamətində mərkəzin dəstəyini vurğulayıb. Səyyar Asan xidmətin regionlarda fəaliyyəti davam edir. 27 noyabrda Şirvan, Samux, Şabran, Astara, Ağdam, Ucar, Qax və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Səyyar Asan xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.